Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən DOST qurumu Prezident İlham Əliyevin 2018-ci ildən avqustun 9-da imzaladığı sərəncamla Prezidentin ehtiyat fondu hesabında yaradılıb. Qarabağın Karvacar rayonunda da Azərbaycan DOST agentliyinin filialı açılıb. Qarabağ ərazisində bu həmin qurumun 3-cü bölməsidir. Sosial və rəqəmsallaşdırıcı funksiyalarının paketlenməsi ilə ölkəyə yayılan bu agentlik şəbəkəsi diqqəti öz üzərinə çəkir. Həm cəmiyyətin idarə olunmasının özünə məxsus mexanizmi kimi, həm də Əliyevlər ailəsinin özünə reklamlı və Əliyevi növbəti monopoliyasının təmin edilməsi vəsait kimi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və vəzifə pillərindən sürətli irəliləyişi son illərdə Paşayevlər klanı ilə əlaqələndirilən şəxslərin müxtəlif postlara tez-tez təyin olunması, eləcə də ölkə üzrə onların adlı ilə bağlı DOST mərkəzinin yaradılması niyyətləri fonunda demək olar ki, həmin ölkədə hakimiyyətin gələcək ötürülməsi məsələsində Naxçıvan klanında Abşeron klanına, Əliyevlərindən səli şəkildə Paşayevlərə keçid istiqamətində çəlməsinə gedir. Xatırladaq ki, Mehriban Əliyeva birinci vitse-prezident vəzifəsini tutur, Heydər Əliyev fondunun prezidentidir, hakim Yeni Azərbaycan Partiyasının sədri müavinidir və Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda rəsmi təmsilçisidir. Qeyd edək ki, 2017-ci ildə Mehriban Əliyevanın vitse-prezident təyin olunması müxtəlif dairələrdə onun həyat yoldaşı Azərbaycanın prezidentini əvəz etmə hazırlığı kimi dəyərləndirilmişdi. Mehriban Əliyevanın Avropa ölkəliyinə çoxsaylı səfərləri də göstərir ki, o, Azərbaycanın yüksək ranglı təmsilçi kimi qərbdə də qəbul olunandır. Əgər əvvəllər onun xarici fəaliyyətində Heydər Əliyev fondu əsas daşıyıcı rolunu oynadırsa, indi isə bu sıraya həm də DOST qoşulub. Agentliyin fəaliyyətini beynəlxalq müstəvidə nümayişi şəxsi təbliğatla paralel aparılır. DOST agentliyi ilə Mehribanın atası Arif Paşayev və Mehribanın qızları Leyla və Arzuya məxsus Paşa Holding arasında görünən bağlılığını xüsusilə diqqət çəkir. İki qurumun loqotipləri həddən artıq oxşardır. Demək olar ki, təkrar kimidir. Bu, rəmzi oxşarlığın Mehriban və qızlarının DOST-dakı aktiv iştirakı barədə açıq məlumatlarla birləşdirərək demək olar ki, Azərbaycanın birinci vitse-prezidenti ata kapitalını önə çəkməklə və sosial agentlik şəbəkəsini onun funksiyalarını genişlətməklə dövlət idarə etmə sistemini mənimsəyir. Lakin agentlik holdinginə eyni məzmunlu fəaliyyət istiqamətləri sosial müdafiə, sosial stabilkarlığı təşviqi proqramları göstərir ki, ölkənin sosial sahəsi və bununla da ictimaiyyətin idarə olunmasının böyük bir istiqaməti səlis şəkildə Mehriban Əliyeva və onun ata tərəfinə ötürülür. Bu barədə danışan məlumatlardan biri də DOST-un icarəyə götürdüyü binaların Paşayevlərlə və ya onların şirkəti ilə bağlı şəxslərə məxsus olunması barədə xəbərləridir. Həmçinin onların təşkil etdiyi tədbirlərdə DOST-da xüsusi məkan ayrılması, agentlik üçün keçirilən tendərlərdə illərlə eyni şəkillərin və şəxslərin qalib çıxması da diqqət çəkir. Necə ki, Naxçıvanda son illərdə baş verən kadr və struktur dəyişiklikləri Paşayevlərin irəliləyişini göstərdiyi, eləcə də DOST agentliyində Paşayevlərlə əlaqəsi olan və ya Paşanın tədbirində seçilən şəxslərin təyin olunması bu sahə vəsaitlə bütöv hakimiyyətin mənimsənməsindən xəbər verir. Paşayevlərin uyğunlarına dair nümunələrdən biri də Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsidir. Faktiki Muxtar Respublikasının rəhbəri əvvəllər Paşa Holdingdə yüksək vəzifə tutmuş Fuad Nəcəflinin təyin olunmasıdır. Mehriban Əliyeva Paşayevlər klanının birinci siması və prezident postunun mümkün nəmizədi kimi məhz sosial, təhsil və humanitar tədbirlərlə cəmiyyət arasında nüfuzunu artırır və lazımi reyting toplayır. Təsadüfi deyil ki, DOST-un yaradılması və inkişafı birbaşa onun adı ilə bağlanır, belə ki, agentliyin 2018-ci ildə məhz onun təşəbbüsü ilə ölkədə mövcud sosial xidmət sahəsindəki problemləri həll etmək üçün yaradıldığını elan olunub. Qurumu təmsil edən rəsmilər dəfələrlə vurğulayıblar ki, agentliyin konsepsiyasının müəllifi odur. Onun köməkçisi isə idarə heyətinə daxil edilərək DOST-un idarə olunmasında birbaşa iştirak edir.
Başqa bir oxşarlıq isə Türk şirkətinin cəlb olunmasında ilə bağlıdır. 2021-ci ildə oktyabrında Qofsaqanda Türkiyə və Azərbaycan prezidentləri eyni Dost adlanan aqroparkın teleqoyma mərasimində iştirak ediblər. Təsadüfi deyil ki, 100 milyon ABŞ dolları dəyərində layihənin investorları Türkiyədən Erdoğanın ailəsinə məxsus Dost ziraat şirkəti, Azərbaycandan isə Paşa Investment Paşa Holdingin törətmə şirkətlərindən biridir. Maraqlıdır ki, ailənin digər üzvləri də Dostun proqramlarına diqqət ayrılırlar. Məsələn, Leyla Aliyeva mütəmmadi olaraq Dost mərkəzini ziyarət edir. Vətəndaşlara şəkil çəkilir, onu isə Idea İctimai Birliyinin təsir edib rəhbərlik edir. Həmin Ideaya isə əsas dəstək Paşa Holding tərəfindən göstərilir. Qeyd edək ki, elə həmin Leyla bacısı və anası tərəfindən babası Arif Paşayevlə birlikdə Paşa Holdingin səhmdarıdır. Beləliklə, Aliyevin qızı Paşanın dəstəyi ilə fəaliyyət göstərən Ideanın pərdəsi altında Mehribanın təşəbbüsü ilə yaradılmış Dostu təbliğ edir. Bütün bu məlumatlar göstərilir ki, Aliyevlərin ailəsi idarə etmə sistemi gələcək seçki prosesləri ilə bağlı ciddi dəyişikliklər tendensiyası daşımır. Əksinə görünən odur ki, ağır sosial şəraitdə yaşayan Azərbaycanlıların səsini qazanmaq üçün sosial-humanitar alətlər məhz bu məqsədlə seçilib. İlk növbədə Mehriban Aliyevanın reytingini təmin etmək üçün Dost mərkəzlərinin yaradılması ilə bağlı onun ünvanına səslənən təriflər və məhdudiyyətlər sosial, təhsil və humanitar sahələrdə Aliyevanın fəaliyyəti göstərir ki, atasının nəslinin təsiri ilə ictimai həyatı özünə məxsus şəkildə idarə etmə niyyəti realdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda hazırda hakimiyyətin transformasiya prosesi gedir. Yəni, Mehriban Aliyeva hələ də Naxçıvan klanına elindən olan dövlət işlərini Paşayevlər qanadına ötürülməsinə rəhbərlik edir.